Təhsil və Mədəniyyət üzrə Beynəlxalq Təşkilatın UNESCO-nun yaradılmasından bugün 69 il ötür. Təşkilatın əsas məqsədi irqindən, cinsindən, dilindən və dinindən asılı olmayaraq təhsil, elm və mədəniyyət sahələri üzrə xalqların əməkdaşlığını genişləndirmək yolu ilə sülhün, təhlükəsizliyin möhkəmlənməsinə kömək etməkdir. Təşkilatın fəaliyyəti və Azərbaycanla əlaqələri Aytən Abdullovanın reportajında. 200 dövlətin üzv olduğu millətlərarası qarşılıqlı əlaqələri inkişaf etdirən UNESCO-nun sıralarında 22 ildir ki, Azərbaycanda var. Azərbaycanın bu təşkilat əlaqələrini genişləndirərək yüksək səviyyəyə çatdıran Heydər Əliyev Fondunun prezidenti ölkənin birinci xanımı Mehriban Əliyevadır. Onun təşəbbüsü ilə UNESCO Azərbaycan ilə birgə bir çox layihələr həyata keçirib, ölkə mədəniyyətinin dünyaya çatdırılmasında mühüm vasitəçi rolunu oynayıb. Qız Qalası, Novruz Bayramı, Azərbaycan muğamı, par ifaçılığı sənəti UNESCO-nun mədəni irs siyasına əlavə edilib. Bakıda keçirilən beynəlxalq muğam müsabiqəsi birgə əməkdaşlığın ən uğurlu işlərindəndir. Bundan başqa ölkəmizdə uşaqların müdafiəsi, təhsilin, mədəniyyətin inkişafı sahəsində həyata keçirilən çox sayılı layihələr UNESCO Azərbaycan əməkdaşlığının məhsuludur. UNESCO-nun 2010-cu ildə ölkəmizə səfər edən baş direktoru İrina Bokova Azərbaycanın mədəniyyətlərarası dialoq və yaxınlaşmada unikal yerə malik məkan adlandırıb. Elə bəs elə deyil ki, Mehriban Əliyevaya gördüyü işlərə görə UNESCO-nun xoşməramlı səfir adı verilib.